Axşamınız xeyir olsun əziz izləyicilərim. Mən bugün də sizə fərqli bir həyət evinin çəkilişinə gəlmişəm. Düzdür, bu həyət evini çəkilişini edib sizə təqdim etmişdim, amma həmin qiymətdən bugünkü gün 9-10 min aşağı endirim olunub. Ona görə bu evi yenidən çəkib sizə təqdim edirəm və bugünkü gün evimiz demək olar ki, hazır bir vəziyyətdədir. Gördüyünüz həyət evimiz yerləşir Hövsan qəsəbəsi, Abidədə Simurq restoranının yaxınlığında, Çimərliyin yaxınlığında. Gözəl yaşayışlı bir məhəllədə yerləşir. Mini villamızdır, belə deyək, mini villamızdır. Ümumi həyət yanı sahəmiz 3 sotdur. Evimiz 2 mərtəbədir. 2 mərtəbə arası monolit betondur və 5 otaqdır. Və keçək evimizin təqdimatına. Ən əsası evimizin və həyətimizin kopçası var. İpotekaya tam yararlıdır. Gördüyünüz evimizin həyətinə rahat bir şəkildə 3-4 maşın girə bilir. Evimizin yan hissəsi və arxa hissəsində boş yeri var. Burada əlavə olaraq yeraltı baseynsiz təmiz su baseynisi var. Burada əl üz yumaq üçün belə bir yeri. Evimiz dediyim kimi tam təmirlidir. Həyətə metlaq düzülüb, fasad boyası vurulub, qapının çöl darvazanın üstü belə monolit betonla, yəni betonla verilibdir. Baxın, həyətin bütün işıqları verilib və ikinci mərtəbədə balkonu var. Və keçək evimizin içinə, evimizin təqdimatına. Gördüyünüz evimizin qarşı tərəfi balkondur. Daxil oluruq evimizin içinə. Gördüyünüz kimi geniş, gözəl koridorumuz. Evimiz ümumilikdə yer döşəmələri istif oldu. Geniş, gözəl koridorumuz, qapılar qoyulub, aboylar vurulub. Çox möhtəşəmdir. Patologların işləmələri çox gözəl. Burada belə bir kollektor sistemi yığılıb. Birinci mərtəbənin kollektor sistemi. Pləkanın altında belə bir kombi otağı. Yəni orada kladovka kimi də istifadə etmək olar. Çox gözəldir, möhtəşəmdir. Evimizin baş tərəfində bizim gözəl qonaq otağımız. Daxil olaq. Bəh, Allah cəmi ev olmayan hər bir kəsə ev nəsib qismət eləsin. Hamıya Allah belə gözəl ev nəsib qismət eləsin. Yeni evlilər üçün çox möhtəşəm. Əsl toy olunası evdir. Çox gözəl evdir. Birinci mərtəbədə bir qonaq otağı, yataq otağı və mətbəx yerləşir. Burada belə bir yataq otağımız və xanımlarımızın ən çox sevdiyi, yəni bütün günü vaxtlarını keçirdikləri yer mətbəximiz. Geniş, gözəl mətbəximiz. Mətbəximizin də patologları figurlarla yığılıb. Çox gözəl bir mətbəximiz var və birinci mərtəbənin ümumi sanitar qovşağı. Və burada ümumi sanitar qovşağımız yerləşir. Gördüyünüz kimi burada da duş kabinin yeri nəzərə alınıb. Və qalxaq ikinci mərtəbəmizi sizə təqdim edim əzləyəcəyimiz. Evimiz dediyim kimi yerləşir Hövsan qəsəbəsi, Abidədə ümumi 3 sotdadır. 2 mərtəbədir. 2 mərtəbə arası monolit betondur. Baxın, bu bizim betonlarımızdır. Görürsünüz, betonlarımız çox gözəl verilib. Bura balanslar düzüləcək, yəni bura reşotka ya balans düzüləcək. Bu ikinci mərtəbəmiz, ikinci mərtəbəmizin də yer döşəməsi istif oldu. Gördüyünüz kimi avtomatları ayrı, kollektor sistemləri ayrı. İkinci və birinci mərtəbəmizin kollektor və avtomat sistemləri ayrıdır. İkinci mərtəbədə sadəcə balkon və yataq otaqları yerləşir. Uşaq otağımız. Belə bir geniş yataq otağımız və digər yataq otağımız. Çox geniş. Demək, yataq otaqlarımızın ölçüləri hardasa 6-nın 4-ə. Belə bir yataq otağımız. Koridorumuz, çılçıraqlar vurulub, çox möhtəşəm. Və burada balkonumuz. Gözəl balkonumuz. Əziz izləyicilərimiz, bizimlə əlaqə saxlamaq üçün səhifəmizin başlanğıcında əlaqə nömrələrimiz var. Nömrələrimizdə WhatsApplarımız aktivdir. O nömrələrdən bizimlə əlaqə saxlaya bilərsiniz və bu möhtəşəm evimiz yerləşir Hövsan qəsəbəsi, Abidədə 3 sotdadır, 2 mərtəbədir, 5 otaqlıdır. Sənədimiz paket kupçadır, ipoteka və daxili kreditdə tam yararlıdır. Qiymətimiz 165 mindən 158 min manata enib. 158 min manata indiki qiymətidir və real alıcıya qiymətdə çox gözəl bir endirimdə olunacaq. İzlədiyiniz üçün təşəkkür edirəm və Allah hər kəsə belə gözəl ev nəsib qismət eləsin inşallah. Təşəkkürlər.